Gərgin bir oyun keçdi. Ümumiyyətlə çempionatımızda hər hansısa bir oyun rahat keçmir. İlk dərgələrdən hər iki komanda əzmkar oyunu nümayiş etdirdi meydanda. Hesabda irəli çıxdıq. Birinci hissə bizim üçün uğurlu bitdi. İkinci hissə əvvəllərində soyunub geyinmə otağında da bu arada çox danışdıq ki, ikinci hissə əvvəli rəqib daha fəal olacaq, hesabda geridədir, daha diqqətli olmalıyıq. Amma təəssüflər olsun, məhz xüsusilə də birinci qol rəqibin gözlədiyimiz hücumlarından daha çox istifadə elədiyi hücumlardan biri idi ki, orada diqqətsizlik oldu və rəqib fərqləndi. Üstünə penalti. Ondan sonra çox yaxşı futbol oynadıq meydanda. Xüsusilə də 2-1 hesabı ilə geriyə düşdükdən sonra çox sayılı qol epizodlarımız oldu. Amma əgər bir oyunda belə epizodlar girmirsə, qapıya həmin oyunda qələbə qazanmaq artıq böyük müşkülə bir çevrilir, problemə çevrilir. Bu oyundan nəticələr çıxarıb artıq önümüzdəki oyunlara köklənəcəyik. Hücum xəttində 4 futbolçunu birdən itirmişdik. Bu itkilər də qış fasiləsinə qədər bizi çox yordu. Bir çox oyunlarda özünü hiss etdirdi. Bugün də 4 hücuma meyilli oyuncudan istifadə edə bilmirdik və bu bizim rotasiya imkanlarımızı və hücumun gücləndirməsinə mane olur. Artıq bu oyunu tezliklə unudub növbəti oyuna köklənməliyik.